Salam dəyərli şagirdlər. Uşaqların istəyinə bir mövzunu qabağa salıb çarpanlara ayırmanın çətin testlərindən birini test 4A və test 4B-ni eləməyə çalışacağıq. Birinci sualda belə bir ifadə verilib bizə və bunu istəyirəm. Mən bunu çarpaz vursam, xy çıx 5x bərabərdir 1 olur. Burada bundan istifadə eləməyə çalışmalıyam. Deməli, buradan başlayaq. Mən bu 2-ni çıxartsam, qalacaq xy çıx 5x. Üstə gəl. Burada isə x deyinə yazsam paydasında xy çıx 1. Bir dənə də üstə gəl 3-ümüz olacaq. Baxın, bu 1 olduğunu bilirəm. 2 vur 1, 2. Üstünə də 3 gəldim, oldu 5. Üstə gəl xy çıx 1. Bunları bir də ortaq məxrəcə gətirirsəm, x də 5x. Üstə gəl xy çıx 1. Və ya bu hissəni heç belə yazmadan, baxın, biz bu hissəni silək, bunu yox sayaq. Bu 5x hissəsini istifadə eləməyək. Bu xy çıx 1-ə buradan 5x desəm, yəni 5x-lə yerini dəyişsəm, burada yerinə qoyuram 5x-i, 5x böl x 5, 5 ilə 5 toplayanda 10. Dördüncü sual. Bu ifadə 2-də 1-dir, bunu soruşur. Fikir verin, bunlar bir-birini qoşması, yəni eşleniyi idi. Eşleniyi sən gözəl variant bunlar bir-birinə vurmaqdır. Bunlar bir-birinə vursan, x sinisindən dəyərini soruşur. Amma belə vursam, mən birinci bunun üstü x-i tapıram. Buna bir sual işarəsi deyim. Və ya y deyim. Y. Bu iki ifadəni bir-birinə vururam. Kök 3 üstü x, kök 3 üstə gəl, kök 2 üstü x. Bunların qüvvətləri eyni olduğu üçün bir-birinə vuranda bunlar bir-birinə vurulacaq. Kök 3 çıx kök 2, vur kök 3 üstə gəl kök 2, üzərində x bərabərdir 1 böl 2 vur y. Bunları bir-birinə vuranda 3 çıx 2 1 olur. Olur 1 üstü x bərabərdir 2-də 1 vur y. 1 üstü x onsuz da 1 olacağı üçün, deməli bizim buradan y'miz oldu. 1 böl 2-də 1 2. Yəni bu ifadənin üzərində x 2-yə bərabərdir. Bunu silirəm. Deməli, nəyi tapdıq? Kök 3 üstə gəl kök 2 üzəri x bərabərdir 2. Bu 2-dirsə, mən bu ifadəni tapmaq üçün kök altına salmalıyam. Kök 3 üstə gəl kök 2 bərabərdir. Kökə salıram. Kök altda x-inci dərəcədən 2. Yəni B variantı. İkinci sual. İkinci sualda 5 üstü 9 çıx 5 verib. Aşağıda da ifadələrimiz var. Görək nə eləyə bilərik. Belə başlayıram. Burada 5-i çıxardıram. Qalır 5 üstü 8 çıx 1. Burada da 5 üstü 4-ü çıxardıram. 5 üstü 2 çıx 1. Və burada da 5 üstü 2 çıx 1. Bərabərdir. Burada ortaq olan 5 üstü 2 çıx 1-i də çıxardıram. Qalır burada 5 üstü 4. Burada isə bir dənədir, yəni 1. 5. Baxın, 5 üstü 8 çıx 1-i də a kvadrat çıx b kvadrat kimi, yəni 5 üstü 4 çıx 1 və 5 üstü 4 üstə gəl 1 yazıram. Bunlar gedir. Bunlar qalır 5 üstü 4 çıx 1-imiz var. Bunun özünlə vuruqlarını ayırıram. 5 üstü 4 çıx 1-i necə yaza bilərəm? 5 üstü 2 çıx 1, 5 üstü 2 üstə gəl 1. Bununla da bu gedər. Qalar 5 vur, 5-in kvadratı üstə gəl 1. Bu 26 olur, 5-ə də vuranda 130. 5-ci sual bu yuxarıdakinin oxşarıdır. Mən yenə birinci bu ifadənin üzəri x-ini tapıram və buna y deyirəm. Bunları bir-birinə vursam, olacaq kök altda 6 üstə gəl kök altda 2 üzəri x vur. Kök altda 6 çıx kök altda 2 üzəri x bərabərdir 4 vur y. Baxın, bu olur 6 çıx 2, yəni 4 üstü x bərabərdir 4 vur y. Buradan da y olur 4 üstü x böl 4, yəni 4 üstü x çıx 1. 4 üstü x-i 4-ə bölsəm, bu 1 olduğu üçün qüvvətləri çıxaram. Y oldu 4 üstü x çıx 1. Bunu yanında saxlayaq. İndi bizə bu ifadə lazımdır. Üzəri x y-dir. Bunu tapmalıyıq. Deməli, kök altda 6 çıx kök altda 2 üstü x bərabərdir 4 üstü x çıx 1-ə. Mən bunu kökə salsam, x-inci dərəcədən
Kök altda 6 çıx kök altda 2 olur. İkinci dərəcədən 4 üstü x çıx 1. Və biz öyrənmişik ki, köklü ifadələri bu şəkildə yaza bilərik. 4 üstü x çıx 1 bölünsün bu. Yəni x. B variantı. Üçüncü sual. Üçüncü sual ortaq məxrəci gətirmək ilk ağlımıza gələndə, amma görək daha qısa bir şey olursa elə yazmağa çalışaq. Yox, ortaq məxrəci gətirirəm. X çıx y yazıram. Bunu çarpaz vuracam. 2x kvadrat. Çıx 2xy. Çıx 2x kvadrat. Qabağının mənfi olduğu üçün 2 mənfi. Üstə gəl 2xy. Çıx y kvadrat. Burada da vurma var. Bunu ortaq məxrəcdə yazıram. Y vur 6x çıx 5y. Yuxarıda 1'i 6x çıx 5y vuranda 6x çıx 5y. Çıx y. Burada 2x kvadratlar gedir, 2xy-lər gedir. Bir dənə qalır mənfi y kvadrat. Burada olur 6x çıx 6y. Bu da nə deməkdir? 6 vur x çıx y. Bu x çıx y ilə x çıx y gedir. 6'mız qalır. Bunun üstündən xət çəkim ki, getdiyini bilim. Deməli, burada qaldı 6. Burada mənfi y kvadrat. Bu mənfi y kvadratın kvadratı ilə y gedir. Olur mənfi y vur 6, mənfi 6y böl 6x çıx 5y. Bunun hər tərəfini, daha doğrusu sürəti ilə məxrəci mənfiyə vursam heç nə dəyişməz. Çünki cavabı belə verməyib. 6y böl, bura x yazmışam, y-dir bu. 5y çıx 6x. Yəni B variantı. 6-cı sual. Baxaq görək, nə bilərik. Belə bir şey deyiləm. Bu 5'i atıram bir tərəf. Olur x üstə gəl 5 bərabərdə 6 kök 2. Və bunun kvadratını alıram. X kvadrat üstə gəl 10x üstə gəl 25 kvadrat aldım. Karesin yəni. 6 kök 2'nin karesi də 72. Deməli, burada mənə bu lazımdır. Bunu almaq üçün sadəcə 2 çıxmalıyım. Buradan 2 çıxıram. 70. 7-ci sual. DEFG bir kənarı x olan bir karedir. DEFG böyükdən söhbət gedir. Onda deyir ki, x kvadrat çıx 2xy üstə gəlir 2y kvadratı tapaq. Necə tapaq? Belə tapaq. Bu x, y-dirsə, bu x-dir. Buraya x çıx y qalır. Bu da x-dirsə, burada x çıx y qalır. Qarşısı x çıx y, qarşısı y. Qarşısı y, qarşısı x çıx y. Bizə nə lazımdır? Baxın, bizə bu lazım olan ifadə, fikir verin. Bu x çıx y-in kvadratına oxşuyur, amma deyil. X kvadrat çıx 2xy, bir dənə y kvadrat. Yəni bu y kvadrat üstə gəl y kvadrat kimi düşünsən, bir dənə y kvadrat artıq qalır. Və mən bu ifadənin S4 olduğunu bilirəm. Çünki karenin sahəsi tapılanda, alanı tapılanda x çıx y-ə vurulur. Deməli bu S4'dür. Y karedə nəyin sahəsidir? S1'in. S4 üstə gəl S1. Yəni B variantı. 10-cu sual. Bizə belə bir ifadə verib. Bunu soruşur. Görə x üstü 4'ə necə gəlib çata biləcəyik. Deməli, x kvadrat böl 4, 1 çıx x-dir. Buradan x kvadrat olur 4 çıx 4x. Onda mən x üstü 4'ü tapmaq istəsəm, 4 çıx 4x-in kvadratını alaram. Və bu olar 16 çıx 32x üstə gəl 16x kvadrat. Və bu x kvadratın yerinə yenə bu ifadəni yazsam, olacaq 16 çıx 32x üstə gəl. Deməli, x kvadratın yerinə 4 çıx 4x yazsam, olacaq 64 çıx 64x. Bu da ümumi eləyəcək 80 çıx 96x. Bu ifadəni də tapanda mən bunu 4'ə bölürəmsə, 4'ə böldüm, olacaq 20 çıx 24x. 20 çıx 24x. Üstə gəl. X kvadrat vur 6. X kvadratımız nə idi? 4 çıx 4x. Vururam 6'ya, olur 24 çıx 24x. Bir dənə bu 8x ilə yazıram. Geriyə bir dənə 2x kub qaldı. X kubu necə taparam? X kub, x kvadrat vur x deməkdir. Mən də bu deyilən eləyirəm.
X kvadratı, yəni 4 çıx 4x-i vururam x-ə. Olur 4x çıx 4x kvadrat. X kvadrat 4 çıx 4x-dir. Bunu yerinə yazsam 4x çıx. Bunu 4-ə vuranda 16. Mənfi olduğu üçün mənfiyə vuranda üstə gəl 16x. Olur 20x çıx 16. 20x çıx 16 x kub. Bunu da 2'ye vuranda olacaq 40x çıx 32. 40x çıx 32. Mənfi 24x, mənfi 24 daha, mənfi 48. Bu 48 ilə gedər. Geriyə qalar 20 üstə gəl 24, 44, 32 çıxanda 12. Yəni C variantı. İnşallah ki, hesablama səhv eləməmişiksə düzdür. Çünki hesablaması çox idi. 8-ci sual. Belə bir sual eləməyin ən asan variantı görək nə ola bilər. Buna belə deyirəm, fikir verin buna. Burada 303'lərlə başlayır. 036, 031, 0131, 0126. Baxın, buna bir ən balacasını tapın birinci. Ədədlər o qədər oxşuyur ki, buna A deyirəm. Bu A-dırsa, bu 031'dir, bu 131'dir. A üstə gəl 100'dür. O A-dırsa, bu A üstə gəl 5'dir. O A-dırsa, 31'dən 126 almaq üçün bu da A üstə gəl 95'dir. Yəni olur A vur, A üstə gəl 100, çıx, A üstə gəl 5, vur A üstə gəl 95. Və mən bunu atsam, burada alınır A kvadrat üstə gəl 100A. Burada da çıxılsın A kvadrat. 95A burada var, 5A da burada. Oldu yenə 100A. 5'i 95'e vuranda 480, 475, çıx 475. A kvadratlar və 100A gedir. Mənfi 475 qalır. On birinci sual. Belə bir ifadə verib bizə bunu soruşur. Görək nə edə bilərik? Deməli, bunu belə bir həllinə yazacağam. 3'ü parçalayacağım. Deyəcəm ki, x bərabərdir. 3'ün yerinə 2 üstə gəl 1 desəm, 2 üstə gəl 1. Bu 1'i keçirəm x tərəfə. Bunu düzəldim. X çıx 1 bərabərdir 2 üstə gəl 2 böl kök x. Davamında x çıx 1'i yazıram. Kök x çıx 1, kök x üstə gəl 1. Burada isə kök x-də 2 kök x üstə gəl 2. X çıx 1'i necə belə yazdım? A kvadrat çıx B kvadrat kimi düşündüm. X kök x'in kvadratıdır, 1'də 1'in. Davamında niyə belə yazdığım üzrə çıxacaq? Bu 2 kök x üstə gəl 2'də 2'ni çıxartsam, qalır kök x üstə gəl 1. Və xoşbəxtlik. Bununla bu gedir. Bu ifadənin üstünə xətt çəkin, bilək ki, qalmadı. Burada bir dənə 2'miz qaldı. Mən bunu buna vursam, olacaq kök x-i kök x-ə vuranda x, 1'i kök x-ə vuranda kök x. X çıx kök x bərabərdir. Buradakı 2 qardaşımız olacaq cavab. 9-cu sual. Yine qələm itirdik, təəssüf ki. 9-cu sual. X kub 29'dur. Bizə 2 böl x kvadrat üstə gəl 3x üstə gəl 9 lazımdır. Görək bunu nətər tapacağıq? Deməli, təkrar bunu bir də göstərmək istəyirəm. Burada elədik x kub üstə gəl x kub çıx 27'nin düsturu. Çünki kaydı bağlamışdım, yadımdan çıxdı. X kvadrat üstə gəl 3x üstə gəl 9. Bunun yerinə yazıram x kub çıx 27 böl x çıx 3. X kub çıx 27 böl x çıx 3. Bunun yerinə yazıram. Burada 2 olur, tərs çevrilir. 2 vur x çıx 3 böl x kub çıx 27. X kub 29 olduğu üçün 27 çıxanda 2 qalır. Bu 2'lər də gedir, x çıx 3 qalır. Həm təkrar göstərmiş olun biraz çətin sualda, həm də kaydı sanki dayandırmışdım, əmin olmuş olun. 12-ci sual. A kvadrat üstə gəl 3A çıx 5. Bu testin ümumi suallara nisbətən asan sayıla biləcəyi bir sualdır. Burada A kvadrat bərabərdir. 3A çıx 5'i digər tərəfə atsaq 5 çıx 3A olur. Burada yerinə yazıram 5 çıx 3A üstə gəl 15 böl A. Burada da ortaq payda da yazsam A da 5A
çıx 3a kvadrat üstəgəl 15 olur. Bu a kvadratın 5 çıx 3 aldığını bildiyim üçün mənfi 3 ilə vursam 5 çıx 3 ancaq mənfi 15. Mənfini mənfiyə vuranda üstəgəl 9a üstəgəl 15 böl a. 15'lər gedir 5a üstəgəl 9a 14a a'ya böləndə 14. Bu da bu testin və bu dərsin son sualı. Sağ olun şagirdlər.